Bismillahirrahmanirrahim. Mövzumuz İmam Hüseyn əleyhissalamın çox mühüm bir ziyaretnaməsi haqqında olacaq. Aşura ziyaretnaməsi. Nədir Aşura ziyaretnaməsi? İnanıram ki, dediklərimi əvvəldə diqqətlə qulaq asacaqsınız və bu dediklərimi eşitdikdən sonra mütləq çalışacaqsınız ki, o ziyaretnamə hər gün oxuyasınız. O qədər onun böyük savabı və mükafatı vardır. Yaxşı, qısa desək, bu ziyarəti oxuyan nə qazanır? Gəlin belə deyək, bu ziyarəti oxumayan nəyi itirir? Deyin, onu oxumayan nəyi əldən vermişdir? Bu elə bir ziyaretnamədir ki, İmam Məsum onu oxuyana zamin durub, qarant verib, alimlər onu ayda yox, ildə yox, hər gün oxumağa tapşırıblar və hətta ən böyük hacətlərdə, dünya və axirət hacətlərin Allah tərəfindən qəbul olunmağında çox böyük bir rol olmuşdur. Başlayaq. Aşura ziyaretnaməsi. Adının mənası nədir? Aşura ziyaretnaməsi. Aşura sözü Məhərrəm ayının 10-cu günüdür. 10 deməkdir. Ziyaretnamədə o cümlələrə deyilir ki, insan uzaqdan, yaxından imamla danışıb salam verir və müxtəlif formada imamla danışır. Onlara ziyaretnamə deyilir, sadə dillə desək. Və ziyaretnamələrin arasında Aşura günü oxunan ziyaretnaməyə xüsusi şərait ilə Aşura ziyaretnaməsi deyilir. Əlbəttə, deyəcəyik, indi də qısa formada deyək, onu nəinki Aşurada hər vaxt, hər gün oxumağı bizə sifariş ediblər. Hansı kitablarda gəlmişdir? Bizim etibarlı kitablarımızda iki imamdan, İmam Muhammed Baqir əleyhissalamdan Kamil Ziyarət kitabında İbn Qolavey və 6-cı imamımız İmam Sadiq əleyhissalamdan Şeyx Tusi Misbahul Mütəhəccid kitabında onu nəql etmişdir. Azərbaycanca tərcümə olunan dua kitablarında, ziyarət kitablarının arasında tanınmış Məfatihül Cinan kitabı Şeyx Abbas Quminin kitabıdır. Azərbaycanca dəfələrlə çap olunmuşdur. O kitabda da Aşura ziyaretnaməsi haqqında məlumatınız var və istəyənlər müraciət edə bilərlər. Sənədi etibarlıdırmı? Bəli. Mən burada çox da elmi söhbətlər, məsələləri açmaq istəmirəm. Bircə buna kifayətlənirəm. Həm Ayətullah Behçət, müctehid, alim, arif, müasir müctehidlərdən, mərcə təqlidlərdən hal-hazırda sağ olan və əslən Zəncandan olan Ayətullah Seyyid Musa Şübeyri Zəncani ona verilən istifta sual-cavabda öz xətti ilə bu Aşura ziyaretnaməsinin sənədinin etibarlı olduğunu və imamlarımız tərəfindən əlimizə çatanın etibarlı mənbələrdən çatdığını vurğulamışdır və bu barədə elmi bəhs aparmışdır. Daha mən bu barədə çoxlu elmi sənədləri və elmi söhbətləri açmaq istəmirəm. Kimdən nəql olunub? İki məsum imamdan nəql olunub. Həm İmam Muhammed Baqir əleyhissalamdan, həm də İmam Sadiq əleyhissalamdan. Mən onlardan nümunə olaraq İmam Sadiq əleyhissalamın Safvan adında olan sahabəsi şagirdindən məsələni danışıram. Safvan İbn Mehran bir dəstə sahabələrlə Nəcəf şəhərində Həzrət Əleyhisselamın mübarək qəbrini ziyarət edir. Ağanın qəbrini ziyarət etdikdən sonra elə oradan üzü Kərbəlayı dönür, İmam Hüseyn əleyhissalama ziyarətnamə oxuyur. Və o məkandan oxuduğu ziyarətnamədə Aşura ziyarətnaməsini qeyd edir. Və deyir ki, bu məkandan İmam Hüseyni ziyarət edin Nəcəfdən. Çünki mən özüm İmam Sadiq əleyhissalamla bir yerdə, Nəcəfdə Həzrət Əleyhisselamın qəbrini ziyarət etdik və bu məkandan sonra İmam Sadiq Əleyhisselam Nəcəfdən Kərbalaya tərəf İmam Hüseyn əleyhissalamı bu ziyarətnamə ilə ziyarət etdi. Sonra Aşura ziyarətnaməsini oxuyur, ondan sonra namazı deyir, ondan sonra Əlqəmə adlanan bir dua da var, onu da qeyd eləyir və bu hadisəni mən qısasını sizə bir hədisdən çatdırdım. İmamın bu ziyarətnamədə Səffana dediyi cümlələri mən indi burada bir-bir danışıram. Baxın, Səffana bu ziyarətnaməni imam örgədəndən sonra bunun əzəməti haqqında hansı sözləri demişdir? İmam buyurur, Aşura ziyarətini oxuyursan, 2 rükət bu yerdə namaz qılırsan və sonra imam mənə dedi, ey Səffan, bu ziyarəti qoru, bu duanı, ziyarət və duanı oxu və qoru. Xüsusi tapşırıq verib. Mən zaminəm, kimə? Hər kəs bu ziyarəti və duanı oxusa, istər uzaqdan, istərsə də yaxından qazandığın olacaq, ziyarəti qəbul olacaq, çalışmağı səyinin mükafatı əvəzi veriləcək, salamı imama, İmam Məsumə verdiyi salam çatacaq, gizli qalmayacaq, hacəti qəbul olacaq, yüksək dərəcəyə çatacaq,
hər hansı dərəcəni istəsə ona çatacaq. Naümid geriyə qayıtmaz. Sonra imam davamında buyurdu. Baxın, bu ziyarətin özünü, ey Safvan, mən bu ziyarəti bu zəmanətlə atamdan, İmam Məhəmməd Baqir Əleyhisselamdan, o da bu zəmanətlə İmam Zeynül Abidin Səccad Əleyhisselamdan, o da zəmanətlə İmam Hüseyn Əleyhisselamdan, o da zəmanətlə İmam Həsən Əleyhisselamdan, İmam Həsən Əleyhisselam da bu zəmanətlə atası Əmir Əl-Müminin Həzrəti Əli Əleyhisselamdan, Həzrəti Əli Əleyhisselam da bu duanı ziyarəti zəmanətlə, bu zəmanətlə, zamin durmaqla Peyğəmbərdən, Allahın salamı olsun ona və əhl-i beytinə, Peyğəmbər əleyhissalam və aleyhdə bu ziyarətnamanı bu zəmanətlə Cəbrail əleyhissalam mələkdən, Cəbrail əleyhissalam da bu ziyarətnamanı Allah Teala tərəfindən bu zəmanət qarantla Allah tərəfindən almışdır. Yəni, Aşura ziyarətnaması imamın buyurduğuna əsasən Allah Teala'ya çıxır. Sonra buyurdu. Allah Teala and içib. Allah Teala and içib. Nəyə? Öz izzətinə. Çox böyük bir and olsun. And olsun izzətimə. Hər kəs Hüseyn əleyhissalamı bu ziyarət ilə uzaqdan və yaxından ziyarət etsə, mən onun duasını, ziyarətini qəbul edərəm. İstəyini hər nə qədər olsa qəbul edərəm. Hacətini ona verərəm. Mənim tərəfindən naümid, ümidsiz qayıtmaz. Sevinclə, xoşhal olaraq hacəti alıb qayıdacaq. Düzgün yolda behişdə addımlayacaq, cəhənnəm ateşindən azad olacaq və onun haqqında, onun şəfaati insanlar haqqında, bütün insanlar haqqında, fərdlər haqqında qəbul olunur, bircə əhl-i beytin düşməni olmasın. Yəni bunu oxuyan, hətta başqalarına şəfaat eləyə biləcək, bircə şəfaat kömək istədiyi adam əhl-i beytin düşməni olmasın. Bu ziyarəti oxuyan başqalarına kömək eləyə biləcək. Və buna əsasında bunu Qüdsi deyilir. Bunu Şeyx Tusi Misbahul Mütəhəcciddə nəql edib. Deməli, aldığımız nəticəyə əsasən qısa olaraq deyirəm. Bu ziyarətnamənin əzəməti və əhəmiyyəti haqqında bunlar əldə olundu. O qədər əhəmiyyətlidir. Bu ziyarətnamənin bərəkətləri saysız hesabsızdır. Bu ziyarətnamə xüsusi təkid olunub, imamlar tərəfindən oxunsun. Bu ziyarətnaməni məsum imamlarımız təkid ediblər, o cümlədən alimlər xüsusi olaraq bunu hər gün oxuyublar və başqalarına sifariş ediblər. Bu ziyarətnamə hədisi qüdsüdür. Yəni, Qur'an-ı Kərimdən əlavə Allah Teala Peyğəmbərə göndərdiyi bəzi kəlamlar ki var, onlara hədisi qüdsü deyirlər. Qur'anda gəlməmişdir, Allahın kəlamlarıdır. Bu ziyarətnamə məsum imamlardan, Peyğəmbərdən deyil, mələklərdən deyil, birbaşa Allah Teala tərəfindəndir. Çox böyük bir əzəməti var. Və o cümlədən də bu ziyarətnaməni uzaqdan da oxumaq olar, yaxından, Kərbaladan da İmam Hüseyni ziyarət edib oxuya bilərsən. Uzaqdan, dünyanın harasında olsan, Aşura ziyarətnamasını oxuya bilərsən. Həm Aşura günü xüsusilə tapşırılıb, Aşura günü oxuyun. Aşura günü olmasa da, bütün ilin günlərində nə vaxt istəsəniz onu oxuya bilərsiniz. Hər gün oxumağa sifariş olunub, hətta bəzi alimlər arzu ediblər, bu dünyadan köçməmiş, axırıncı oxuduğu dediyi cümlə Aşura ziyarətnaması olsun, sonra dünyasını dəyişsin. İmam bunu oxuyana dediyimiz kimi zamin durur, qarant verir, salamı çatacaq, Allah Teala and içir zatına, hacəti qəbul olacaq, şəfaat edə biləcək və oddan uzaq olacaq. Qardaşlar, deməli, Aşura ziyarətnaması çox əhəmiyyətlidir. İndi Aşura ziyarətnamasının hacətlər üçün oxumağa xüsusi bir yeri var. Kimin xüsusi hacətləri varsa, şəraiti ilə oxusa, bilsin ki, əli boş geriyə qayıtmaz. Xüsusilə 40 gün sifariş ediblər. İnsanın dünya və axirətinə faydası var, təsiri var, çoxlu böyük bərəkətləri var. Ona görə də alimlər onlara sual edib, müraciət edənlərə müşkülümüz var, çətinliyimiz var, hacətimiz var, buyurardılar, Aşura ziyarətnamasını oxuyun. Və imam da gördüyünüz ki, öz şagirdinə hacətlə bağlı bu tövsiyələri verdi ki, hacəti də əli boş qayıtmaz. Aşura ziyarətnamasının digər faydaları vardır ki, mən onları qısa olaraq sizə çatdırıram. Aşura ziyarətnamasının faydaları qısa həm də. Hekayələrə, əlimizdə olan etibarı mənbələrə əsasən Aşura ziyarəti oxuyanın qəbr əzabı götürürlər, yaxud da yüngül olar. Aşura ziyarəti oxuyanın çətinlikləri asan olar. Aşura ziyarəti oxuyanların çox təhlükəli, yolxucu xəstəlikdən xüsusilə təcrübədə var ki, uzaq olar, həlak olmaz, tutulmaz. Ruzinin artmasına Aşura ziyarətinin təsiri var və insanın aqibətinin xeyirli olmağına da xüsusi bir təsiri var. Aşura ziyarətnamasını oxumaq insanın aqibətinin sonunun yaxşı olmasına səbəb olar. Çox mühümdür. Hamımız istəyirik ki, bu dünyadan köçəndə aqibətimiz xeyirli olsun.
Çox insanlar, namaz qılanlar, dindarlar, möminlər, hacılar görmüşük. Onlar axırı pis bitib. Aşura ziyarətnaməsi oxuyan, bunu özünə hər gün ziyarətnamə kimi qərar verən insanlar bilsin ki, inşallah aqibətləri xeyirli olar. Mənim şəxsən öz təcrübəmdə də var. Aşura ziyarətnaməsinin faydalarından mənə danışılıb. Bir nəfər məndən soruşdu. Ölən insansın. Ölənimi sevirəm, istəyirəm onu sevindirəm axirət dünyasında. Nə oxuyum olsun? Mən ona özüm tövsiyə vermişəm. Oxuduqlarıma əsasən aşura ziyarətnaməsi oxu, savabını, mükafatını ona hədiyyə elə. O adam bu işi görəndən sonra mənə dediyi bu olub, şəxsi təcrübəmdir. Ölən insan mənim yuxuma gəldi, görsəmdi və mənə təşəkkür elədi. Bu, təcrübədən keçmiş bir məsələdir. Aşura ziyarətnaməsi həm də ağamız, Mövlamız, 12-ci imamımız, İmam Zaman əleyhissalamın da onunla etibarı mənbələrlə görüşünə nail olan insanlar tərəfindən tapşırdığı bir neçə dua və ziyarətnamələrin arasında Aşura ziyarətnaməsini tapşırmışdır. Nəzm-ü Saqib kitabından Məfatül Cinan kitabı nəql eləyir. İmam Zaman ağa hətta görüşdüyü adama deyir ki, nə üçün Aşura ziyarəti oxumursunuz? Sonra imam deyir, 3 dəfə dedi, Aşura, Aşura, Aşura. Məfatül Cinan kitabına baxa bilərsiniz. Hətta bu günləri alimlər arasında bir mövzu var. İmam Zamanla görüşmək istəyənlər. Bunun üçün müəyyən ibadətlər, münacatlar və təzkiyə nəfs, nəfsin paklanması üçün yollar var. Onların arasında biri də məşhurdur. Ayətullah Sistaninin atasının 40 gün çilli olaraq Aşura ziyarətnaməsi oxuyub şərtinə əməl eləməsidir ki, axırda sonda İmam Zaman ağa ilə görüşməyə əleyhissalam nail olur. Ona görə Aşura ziyarətnaməsi çox böyük ziyarətnamadır və sonda biz bunu deyə bilərik ki, Aşura ziyarətnaməsinin özü baxmayaraq ki, Aşura ziyarəti imamın özü ilə bağlıdır. İmam Hüseyn əleyhissalam ziyarət olunur. Bəzi nəqillərdə gəlmişdir ki, Aşura ziyarətnaməsini İmam Hüseyn əleyhissalam Aşurada, Kərbalada özü 2 dəfə oxuyub, 1 dəfə tam oxuyub, 2-ci dəfə hissələrini oxuya-oxuya Aşurada baş verib bəzi hadisələr, sonra İmam yenində oxuyub, sonuncu səcdədə olan yer ki var, həmin səcdədə olan yerdə İmam Hüseyn əleyhissalam başı kəsiləndə onu üzü üstə torpağa çevirəndə qatili, alnı torpağa dəyəndə, bugün də Aşura ziyarətnaməsinin axırıncı ki var, səcdəyə gedirik. Allahümmə cümləsi ilə başlayır, Allaha şükr edirik. İmam Hüseyn əleyhissalam o cümləni oxuyub və son cümləsi ilə Aşura ziyarətnaməsi ilə dünyasını Allaha şükr etməklə dəyişmişdir. Yeganə ziyarətnamədir ki, o ziyarətnamənin sonunda insan səcdəyə gedir. İmamla danışandan sonra Allaha şükr eləyib, Allah Teala'dan xüsusi olaraq dua istəyir. 1. İmam Hüseyn əleyhissalamın şəfaatını qazanmaq. 2. İmam Hüseyn və onun silahdaşları kimi, əshabı kimi sabit qədəm və möhkəm olmaq. Aşura ziyarətnaməsi və alimlər. Tanınmış, dünyasını dəyişən və müasir alimlərdən Aşura ziyarətnaməsinin əhəmiyyəti və bərəkəti haqqında sizə bəzi mövzuları çatdırmaq istəyirəm. Birinci, Allama Əmini 10 cilddən artıq Qədirxumla bağlı kitab yazıb, adı Əl-Qədirdir. Bütün müsəlman dünyası, əhl-i sünnə qardaşlarımız onu tanıyırlar. Çox böyük bir elmi dərəcəyə malik olan alim, ayətullah, müctehid olmuşdur. Oğlu deyir, atam dünyasını dəyişəndən sonra, atamı yuxuda gördüm. O dünyada hansı əməlinin, yazdığı kitabların, gördüyü işlərin, savabları haqqında soruşdum ki, ən çox dərdinə dəyməklə o mənə dediyi cümlə bu oldu. Biraz düşünəndən sonra ancaq Aşura ziyarəti. Sonra mən ona dedim ki, Aşura ziyarətinin özünün biz indi oxuyanda gələ bilmirik Kərbalaya. İranla İraq arasında müharibə baş verdiyinə görə o mənə tövsiyəsi buyurdu ki, Kərbalanın yolları bağlı olsa da İmam Hüseyn əleyhissalam məclislərində iştirak eləyin və bu Aşura ziyarətnaməsinin özü sonda özünüzə vəzifə qərar verin, yaddan çıxarmayın, Aşura ziyarətnaməsini tərk etməyin sifarişi verdi. 2. Qazi Təbatabai. Bu günləri ariflərin ustadı, bəli, Ayətullah Behçətin, Allama Təbatabainin, hal-hazırda sağ qalan əksər ariflərin ustadı, onlara ürfanda yol göstərən tanınmış Təbrizdən olan Seyid Qazi Təbatabai olmuşdur. Hamısı bunu tanıyırlar, bilirlər. Qazi Təbatabainin özü Ayətullah Behçətin və Allama Təbatabainin müəllimi olub, ondan nəql olunur ki, dünyasını dəyişəndən sonra onu yuxuda görürlər. Ondan soruşurlar ki, hansı əməl daha çox mühümdür? Buyurur, Aşura ziyarətnaməsi. Sonra belə nəql edirlər. Qazi dedi, mən peşimanam ki, nə üçün Aşura ziyarətnaməsini gündə 1 dəfə oxumuşam. 2 dəfə niyə oxumamışam? Nə üçün onu 2 dəfə oxumamışam? Sonra mərhum qazi buyurardı ki, bizim nəyimiz varsa
Seyyid-i Şuhada İmam Hüseyn əleyhissalamdan və Qur'an-ı Kərimdəndir. Tərh-i-Nu əz-Ziyarət-i Aşura kitabında səhifə 212-də bu nəql olunmuşdur. Digər başqa bir hadisə də bundan ibarətdir ki, hətta alimlərdən biri nəql edir ki, İmam Hüseyn əleyhissalamın Aşura ziyarətini oxuyan insan dünyasını dəyişir, onu bastırırlar, onun ətrafında bastırılan başqa bir insanlara qəbr əzabı götürülür. Onları yuxuda görəndə deyirlər ki, sizə nəcəb sevinç halında, nemət içindəsiniz. Deyir ki, bu yaxında bir insan dünyasını dəyişib, onu bizim qəbristanlıqda, qonşuluqda, qonşu qəbir kimi bastırıblar. İmam Hüseyn əleyhissalam onun ziyarətinə gəlmişdi. O gələndən sonra bizim vəziyyətimiz də daha da yaxşı oldu, yaxşılaşdı. Həmin adam deyir, həmin alimdir, mən araşdırdım, təzə dünyasını dəyişəni öyrəndim. Həmin mənim yuxuma gələn insanın bastırıldığı qəbristanlıqda kimdir təzə dünyasını dəyişən? Bir xanımı gördüm. O xanım haqqında soruşanda yaxınlarından dedilər ki, onun xüsusi bir əməli yox idi, bircə bu işi vardı. Hər gün İmam Hüseyn əleyhissalamı Aşura ziyarəti oxuyurdu. Bildim ki, onun sayəsində İmam Hüseyn əleyhissalam bastırılanda onun qonağı olub, qəbrinə gəlib, onun İmam Hüseyn əleyhissalamın mübarək qədəmlərinin hesabına ətrafda olan qəbirlərdən də Aşura ziyarətinin hörmətinə əzab götürülmüşdür. Ayətullah Behçət, Allah təala ruhunu şad eləsin, alimlərdən biri, şagirdlərindən biri nəql edir. 16-17 yaşından deyir, onun yanında olmuşam. Məni ilk görəndə mənə dediyi cümlə bu oldu. Aşura ziyarətini oxu. Sonra Ayətullah Behçət buyurdu, mən adam tanıyıram. 60 ildir Aşura ziyarətini hər gün oxuyur. 100 lənət, 100 salamla deməklə. Və həmin adam buyurur ki, mənim özümə bu sifarişi verdi demədi mənəm. Amma mən çox ehtimal verirəm ki, elə o özüdür, amma öz adından bunu demək istəmir. Ayətullah Behçət buyurur, Aşura ziyarətnaməsinin sənədi elə onun etibarlı olmağı alimlər tərəfindən, bir də Aşura ziyarətnaməsini oxuyanların kəramətləridir. Aşura ziyarətnaməsi nə qədər kəramətlər göstərir bizə, problemləri həll edib, hacətləri, deməli, onun elə sənədinə ən böyük etibarda odur. Başqa bir yerdə buyurur ki, onun qüdsi hədis olması onun daha da əzəmətindən xəbər verir. Və onun mətnini oxuyan, Ayətullah Behçət buyurur ki, onun mətni elə onun böyük əzəmətindən xəbər verir. Sonra Ayətullah Behçət buyurur, bizim ustadımız, mərhum Şeyx Məhəmməd Hüseyn İsfahani, əslən də Naxçıvandan olduğunu öyrən, bəzi kitablarda İsfahani, Kompani, Naxçıvani kimi adı qeyd olunmuşdur. Bu, əslən Naxçıvanlı olan Ayətullah İsfahani, sonra İsfahana köçür, sonra Nəcəf şəhərinə, ömrünün axırında Allah taladan istədiyi bu olmuşdu ki, ilahi, mən öləndə bu dünyadan axırıncı oxuduğum, dediyim sözlər Aşura ziyarətnaməsi olsun. Ondan sonra mənim canımı al. Deyir, duası qəbul oldu. Aşura ziyarətnamasını oxudu, dünyasını dəyişdi. Bu qədər mühümdür. O cümlədən də Bakı şəhərindən tanınmış Ayətullah, Nəcəf şəhərində fəlsəfə dərsi deyən, çox Ayətullahların ustadı olan Ayətullah Şeyx Sədra Batkubeyi hər gün Aşura ziyarətnamasını oxuyardı. Baxmayaraq ki, özü filosof idi, əqli məsələləri, düşüncə ilə bağlı məsələləri önündə qərar vermişdi. Hamısı onu filosof kimi tanıyırdılar, amma özü hər gün Aşura ziyarətnaması oxumağı tərk etmirdi. Aşura ziyarətnamasının məzmunu nədir? Oxuyun, tərcüməsinə baxın, mən burada qısa deyirəm. Aşura ziyarətnamasında birinci İmam Hüseyn əleyhissalama və onun əshabına salam verilir. Düşmənlərinə lənət göndərilir. İnsan orada mövqe tutur, danışdığı imama deyir, mən kimlənəm, mən sizinlə dostam, düşməninizlə düşmənəm. Və orada olan dualar var. Çox mühüm dualardır. Başqa ziyarətnamalarda hələm belə bir dualara rast gəlinməz. Allah Taala'dan imama salam verə-verə, düşməninə lənət göndərə-göndərə bir neçə dua istəyirik. 1. Bizi sabit qədəm və möhkəm eləsin. 2. Əhl-i Beytlə bizi bir yerdə qərar versin. 3. İmam Hüseyn əleyhissalamın şəfaətini bizə qazandırsın. Axırda səcdədə deyirik. Və onun əshabının yanında qədəmlərimiz möhkəm olsun. 4. İmam Hüseyn əleyhissalamla dünya və axirətdə bir yerdə olaq, bir məqamda olaq, çox mühümdür, çox böyük bir duadır, vəcihən. Və 5. Mahmud məqamını istəyirik. Quran-ı Kərimdə İsra surəsində Allah Teala Peyğəmbərə gecə namazı qılmaqla Mahmud məqamından danışır. Biz də Aşura ziyarətnamasında Mahmud məqamından danışırıq ki, təfsirlərdə müxtəlif fikirlər var. Buyururlar ki, insan nəinki özü şəfaata yetişir, ona şəfaat olunur, başqalarına da şəfaat etmək imkanı əldə edir. Bu, Mahmud məqamıdır ki, bu qədər mən buna kifayətlənirəm. Və 6. 12 imamla bir yerdə, 12-ci imamla üzr istəyirəm, 12-ci Aşura ziyarətnamasında 2 yerdə İmam Mehdi əleyhissalamla 12-ci imamla bir yerdə İmam Hüseyn əleyhissalamın qatillərindən intiqam almağı Allahdan istəyir insan. 2 yerdə. İmam-ı Mənsur, İmam-ı Hudan yaxud da İmam-ı Məhdi deyərək Allah Teala bizə qismət eləsin. Aşura ziyarətnamasında Allah Teala'dan istəyir ki, İmam Hüseyn əleyhissalamın qatillərindən intiqam alaq. 7. Orada Allah Teala'dan özümüzə salavat,
rəhmət, məğfirət istəyirik və tez-tez eşitdiyiniz gözəl bir dua var. Aşura ziyarətnaməsində o gəlmişdir. Pərvərdigara, bizim həyatımızı Muhammed və Ali Muhammedin, Əhl-i Beytin həyatı kimi qərar ver. Bizim ölməyimizi də, bu dünyadan köçməyimizi də məmati deyilir orada, onların, Peyğəmbər və Əhl-i Beytin ölümü kimi qərar ver. Allahın salamı olsun onlara, Peyğəmbərə və onun Əhl-i Beytinə. Yaxşı, qısa indi Aşura ziyarətnaməsi ilə bağlı suallara cavab verir. Aşura ziyarətdən sonra namaz varmı? Bəli, müstəhəbdir, savabdır. Aşura ziyarətində qurtarandan sonra 2 rükət ziyarət namazı qılasınız. Vacibdirmi 100 dəfə demək lənət və salamı? Yaxşı olar, alimlər də buyurublar, artıq behçət edirik. Hətta gedə-gedə, yolda gedə-gedə, rolda ola-ola, maşın sürə-sürə deyə bilərsiniz. Yaxşı olar ki, onu hər gün oxuyanda 100 salam, 100 lənətlə oxuyasınız. Bacarmayanlar bir dəfə də oxumağa kifayətlənə bilərlər. Bu ziyarətnaməni uzaqdan da oxumaq olar, dünyanın hər yerindən, öz şəhərindən, öz evindən və yaxından da Kərbalda oxumaq olar. Nə vaxt oxuyaq? Aşura ziyarətnaməsini yaxşı olar sübh azandan sonra, gün çıxmamışdan qabaq, yaxud da zöhr namazından qabaq oxumağı alimlər tövsiyə ediblər. Məkan, yaxşı olar səhra, çöllük, açıq bir havada, evin damında oxunsun. Əlbəttə, olmasa da hansı şəraitdə olsa oxuya bilərsiniz. Başlamamışdan qabaq yaxşı olar Bismillahirrahmanirrahim demək, Allahu Əkbər təkbirin bir dəfə demək və imama Kərbalaya üzünü çevirib, bir dəfə salam verib, düşməninə lənət göndərmək, sonra Aşura ziyarətinin mətnini oxumaq. Bu, çox gözəl olardı. Namazını nə vaxt qılaq? Bəziləri deyirlər namazını, hətta ziyarətnamadan qabaq da qıla bilərsiniz, amma ən məşhur alimlər buyurur ki, ziyarətnamadan sonra da namazı qıla bilərsiniz. Əlqəmə duası hacətlər üçün, xüsusən düşməndən qorunmaq üçün oxunur. İstəyənlər Aşura ziyarətindən sonra əlqəmə duasında oxusunlar, çox təkid olunmuşdur. Və Aşura ziyarətnaməsini səcdəsi vacibdirmi? Alimlər buyururlar ki, Ayətullah Vəhid Xorasandan oxudum ki, rivayətlərə əsasən Aşura ziyarətnaməsinin sonunda səcdə etməyə əmr olunmuşdur. Əgər istəyirsə kimsə Aşura ziyarətinin kamil savabını qazansın, gərək səcdəyə getsin. Yaxşı, səcdəyə gedə bilməyənlər neynəsinlər? Alimlər buyururlar ki, roldadır, yoldadır, işarə ilə də, başına əyməklə də olsa səcdəni etsə kifayət edər. Amma adi halda səcdə edəndə möhür qoymaq vacibdirmi? Bəli, möhürə, torpağa yaxud da səcdəmiz düzgün olan əşyalara qoyulmalıdır. Bir də 7 əzamız səcdə yeri yerə dəyməlidir. Üzü qibləyə olmaq vacib deyil, dəstəmazlı olmasan da, hətta alimlər buyururlar, qüsurlu olan kişilər və xanımlar da ki var, öz qüsurları var, onlar da Aşura ziyarətnaməsini oxuya bilərlər. Əlbəttə dediyimiz kimi dəstəmazlı olmaq daha yaxşı olardı. Aşura ziyarətnaməsi haqqında eşitdiniz. Bircə qalır bizə Allah Taala'dan istəmək, tövfiq diləmək. Allah Taala bizləri hər gün Aşura ziyarətini oxuyanlardan, ziyarəti qəbul olanlardan, salamı İmam Hüseyn əleyhissalama çatanlardan, onun şəfaətinə, ziyarətinə yetişən bəndələrdən qərar versin.